Hər birinizi salamlayıram. Mən Sari Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün növbəti dərs videomuz kanalda yayımlanır. Mövzumuz Azərbaycan 15-ci əsrdə. 15-ci əsrdə biz Azərbaycanda görürük Qaraqoyunlu dövlətini, Ağqoyunlu dövlətini, bir də bu dövlətlərin sosial-iqtisadi həyatı və mədəniyyətindən bəhs edəcəyik. Təbii ki, bizə qəbula mütləq şəkildə bu mövzudan da bir sual düşmüş olacaq. Müəllimlərin işə qəbul imtahanına, sertifikasiyaya hazırlaşan şəxslərimiz və abituriyentlər üçün nəzərdə tutulub videomuz. Vaxt itirmədən izahımıza keçid edək. İzaha keçməzdən öncə Instagram hesabımızı xatırlatmaq istəyirəm. Burada yerləşdirirəm. Bizi Instagram üzərindən də izləyə bilərsiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Birinci başlayıraq Qaraqoyunlu dövlətindən və yaxud əsas aparıcı rol oynayan tayfanın adı ilə Baharlı dövlətindən. Qaraqoyunlu da yazar bizim üçün, Baharlı da yazar. Baxaq görək nə baş verib, bu dövlət necə oldu, meydana gəldi. Ondan əvvəl kiçik bir məlumat verək. Qaraqoyunlular, ümumiyyətlə Baharlılar kimlərdir? Baharlılar Oğuz tayfalarının bir qoludur və siz xatırlamalısınız ki, biz Oğuz tayfalarının digər başqa hansı nümayəndələrinin dövlət yaratdığını görmüşük. Bunu xatırlayırıq, yadımıza salırıq və o tayfalardan olan Baharlılar da Qaraqoyunlu dövlətini yaradacaqlar. Ümumiyyətlə Oğuzların Azərbaycanda məskunlaşması tayfa olaraq 7-ci əsrdən götürülür. Amma Oğuzların bir qolu olan Ağacərlilər qeyd edilir ki, Azərbaycanda 5-ci əsrdən etibarən məskunlaşırlar, özü də Xalxal bölgəsini idarə edirlər. Sədlilər var, Sədlilər də Naxçıvan və Sürməlidə məskunlaşırlar. Lakin belə bir hadisə baş verir. Dünya tarixini 13-cü əsrdə dəyişən əsas hadisələrdən biri Monqolların yürüşləri Çingiz xanın başçılığı altında. Belə olduqda Oğuzlar bu yürüşlərdən qurtulmaq üçün qərbə doğru köç edirlər. Təbii ki, onların içərisində Baharlılar və digərlər də var. Bunlar kiçik məlumatlardır. Əsasən istifadə edilə bilər kimlərdə? MİQ və sertifikasiyaya hazırlaşan şəxslərin imtahanlarında. Amma bugün danışsaq Qaraqoyunlu dövlətindən necə oldu ki, Baharlılar gəldilər, dövlət yaratdılar. Əsas hissəmiz buradan başlayır. Lövhədə mən müəyyən adlar qeyd etmişəm. Bunlar bizim Qaraqoyunlulardan, ümumiyyətlə Baharlı sülaləsində gördüyümüz şəxslərin adlarıdır. Onlardan birinci Bayram Xoca haqqında məlumat verəcəyik. Bayram Xoca kimdir? Bayram Xoca Qaraqoyunlu, ümumiyyətlə Baharlı bəyliyini yaradan adamdır. Bəylik. 14-cü əsrin 70-ci illərində Van Gölü hövzəsində Qaraqoyunlu bəyliyi meydana gəlir. Bunu yaradan şəxs də kimdir? Bayram Xocadır. 14-cü əsrin 70-ci illərinə baxanda biz Azərbaycanda kimlərin idarə etdiyini görürük. Keçən dərsimizdə dediyimiz bu Cəlairilər idi. Çünki Cəlairilər, buradan da qeyd eləyək, Cəlairilər 1359-dan 1410-cu ilə qədər Azərbaycanda hakimiyyətdə olmuşlar. 14-cü əsrin 70-ci illərində də Cəlairilər Azərbaycanı idarə edirlər və Bayram Xoca da Cəlaiirlərlə əlaqəsi yaxşıdır. Hətta Şeyx Üveysin sarayında müəyyən xidməti vəzifələrdə görür. Bayram Xocadan sonra biz onun oğlu Qara Məhəmmədi görürük. Qara Məhəmmədin dövründə artıq Qaraqoyunlu bəylikdən çıxıb bir tayfa ittifaqı səviyyəsinə yüksələcək. Qara Məhəmmədin dövründə biz nə deyəcəyik? Deyəcəyik ki, bunlar artıq oldular tayfa ittifaqı. Qaraqoyunlu Qara Məhəmməd hətta Cəlairilərlə qohum əlaqəsi olacaq. Qohumluq əlaqəsi daha doğrusu. Qohumluq əlaqəsi quracaq. Sultan Əhmədlə arası yaxşıdır. Azərbaycan uğrunda mübarizəyə qoşulur bu vaxtdan etibarən Qaraqoyunlular. Lakin Əmir Teymurun Azərbaycana yürüşləri Qara Məhəmmədin istəklərini uça çıxardır. Yəni Əmir Teymur Azərbaycana yürüş etdiyinə görə Qara Məhəmmədin Azərbaycan uğrunda mübarizəsi nisbətən səngiyir. Lakin sonradan biz bu prosesin aktivləşməsini Qara Məhəmmədin oğlu Qara Yusifin dövründə görəcəyik. Çünki Qara Yusifin fəaliyyətləri sonunda gətirib bizə Qaraqoyunlu dövlətinin yaradılması üçün əsas zəmin hazırlayacaq. Qara Yusif də atası Qara Məhəmməd kimi Cəlairilərlə arası yaxşıdır. Hətta Cəlairi Sultan Əhməd ilə müttəfiqdir. Əhmədlə müttəfiq. Kimə qarşı? Təbii ki, Teymurilərə qarşı. Teymurilərə qarşı. Çünki həmin dövr artıq Qara Yusif 1388-ci ildə tayfa ittifaqının rəhbərliyinə gələndə Azərbaycan artıq Teymurilərin tərkibindədir. Əmir Teymurun 3 illik yürüşü baş verib. Gedir Qara Yusif Cəlairi Sultan Əhmədlə ittifaq bağlayır. Kimə qarşı? Teymurilərə qarşı. Həmin dövrdə 14-cü əsrin ikinci yarısında Diyarbəkirdə də bir Ağqoyunlu bəyliyi var və yaxud da Ağqoyunlu tayfa ittifaqı var. Qara Yusif Ağqoyunlu Qarayılıq Osmana da məlumat göndərir ki, gəl birləşək, üçümüz birlikdə Teymurilərə qarşı mübarizə aparaq. Amma Ağqoyunlu tayfa ittifaqının rəhbəri Qarayılıq Osman onun bu təklifini qəbul etmir. Və biz artıq tək müttəfiqimiz var, o da kimdir? Cəlairi Sultan Əhməddir. Hətta bu iki müttəfiq 1394-cü ildə bir tərəfdə deməli Cəlairilərdir, bir tərəfdə Qaraqoyunlulardır. Əmir Teymurun qüvvələrinə qarşı döyüşə girirlər. 1394-cü il Cəlairi və Qaraqoyunluların birləşmiş qüvvələri ilə Teymurilər arasında Bağdad döyüşü baş verir.
Bu Bağdad döyüşündə Teymurilər qalib gəlirlər. Cəlali və Qaraqoyunluların birləşmiş qüvvələri məğlub olur. Ondan sonraki prosesdə Əmir Teymurun yenidən Azərbaycana 3-cü dəfə yürüşü baş verir. Artıq bu yürüşlərin fonunda Bağdaddakı məğlubiyyətdən sonra da Qaraqoyunlular və Cəlalilər gedib sığınırlar Osmanlı Sultanı 1-ci Bəyazidə. Yəni Qara Yusifin dövründə biz Qaraqoyunluların Osmanlılarla bir əlaqə saxladığını görürük və bu əlaqələr əsasən dostluq əlaqəsidir. Biz getdik sığındıq kimə? 1-ci Bəyazid, Osmanlı Sultanı. 1-ci Bəyazid də bizi saxladı, həm Cəlali Sultan Əhməd, həm də Qaraqoyunlu Qara Yusifi. Lakin bir müddət sonra Əmir Teymur yürüş eləyəcək Bəyazidin üzərinə. 1402-ci il Ankara döyüşü. Ankara, burada da Əmir Teymurdur. Təbii ki, Ankara döyüşünə gəlməzdən əvvəl Əmir Teymurun bəzi tələbləri var. Əsas məqsədi orada Kiçik Aslan keçən ticarət yollarını ələ keçirməkdir. Amma ikinci bir orada məsələ də var ki, Qara Yusif və Sultan Əhmədin Əmir Teymur özünə verilməsini təklif eləyir. Amma İldırım Bəyazid deyir ki, biz bizə sığınmış kimlərisə başqasına təhvil verə bilmərik də. Yəni onlar bizə pənah aparıb, mən də götürüm onları sizə satım. Yəni belə şey bizə deyir, yaraşmaz. 1402-ci il Ankara döyüşü, Bəyazid burada məğlub olur, Əmir Teymur qalib gəlir. Əmir Teymur qalib gəlir, Bəyazid tutulur, əsir alınır Teymurilər tərəfindən. Belə olduqda bizimkilər qaçırlar Misirə. Qara Yusiflə Sultan Əhməd, deməli Əhmədlə Yusif qaçdılar hara? Misirə. Bu dəfə getdilər Misirə. Belə olduqda Əmir Teymur bu dəfə də Misir hakiminə məlumat göndərir ki, bəs onları tut, mən gələcəm, amma sən hələ ki tut, həbsxanaya sal, mənim işlərim var, o işlərimi həll edib qaydanda o adamların da cəzasını verəcəm. Nəysə, bizimkiləri Misirdə neynirlər? Həbs edirlər. Qara Yusiflə Sultan Əhmədi salırlar burada həbsliyə Misir hökmdarı tərəfindən. Teymur da oradan çıxır, gedir Çin səfərinə hazırlaşır və iş elə gətirir ki, 1405-ci ildə Əmir Teymur Çinə yürüş ərəfəsində ölür. Belə olduqda hadisələr kökündən dəyişir. Bizimkilər Misirdə həbsdən çıxırlar və o həbsdə olduğu müddətdə bunların arası nisbətən yaxşıdır, müttəfiqlər, dostlar, qardaşlar. Hətta Qara Yusif öz oğlu Piribudağı Sultan Əhmədə oğulluğa belə verib, yəni rəsmi şəkildə artıq sənəd üzərində Piribudaq Sultan Əhmədin oğludur. Bunu da niyə eləyib sonraki proseslərdə görəcəyik. Bizimkilər həbsdən çıxırlar, öz aralarında danışırlar ki, Sultan Əhməd gedir Təbrizə. Yəsab burada, Əhməd getməlidir Təbrizə, Qara Yusif də gəlməlidir Bağdada. Belə bölüblər öz aralarında. Təbii ki, Əhməd gedir Təbrizə. 1406-cı ildə biz demişdik, qapını açıb otağa daxilində kimi görür içəridə? İbrahimi görür. İbrahim də deyir ki, mən məmləkət gördüm başsızda, ona görə gəlmişdim. İndi sən gəlmişsən, qayıdıb gedirəm öz yerimə. Qara Yusifin amma fikri gedib Bağdadda oturmaq deyil. Bunun adamın ideyaları, məqsədləri daha yuxarıdır və o ideyalarını reallaşdırmaq üçün başlayır yavaş-yavaş irəliləməyə. Gəlir Qara Yusif 1406-cı ildə Naxçıvanda Araz çayı sahilində döyüş. Naxçıvan döyüşü də yazarlar, Araz çayı sahili döyüşü də yazarlar. Burada Qara Yusifin qüvvələri ilə Teymuri Əbu Bəkirin qüvvələri qarşılaşır. Teymuri Əbu Bəkir. Bu döyüşdə Teymuri Əbu Bəkir məğlub olur, Qara Yusif qalib gəlir. Ondan sonra Qara Yusif biraz da irəliləyir. 1408-ci il gəlir çatır Təbriz yaxınlığına. Təbriz yaxınlığında Sərdurud adlı yerdə, burada da Təbriz yaxınlığındakı döyüşdə yaza bilərlər. Sərdurud və yaxud Təbriz döyüşü. Yenə Qara Yusifin qüvvələri ilə Teymuri Əbu Bəkirin qüvvələri qarşılaşacaq. Burada yenə Qara Yusif qalib gələcək, Teymurilər məğlub olacaqlar. Və Sərdurud döyüşü bizim üçün ona görə önəmlidir ki, 1408-ci il Sərdurud döyüşü nəticəsində Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyulur. Teymurilər Azərbaycan torpaqlarından çıxarılırlar. Nəyin nəticəsində? 1408-ci il Sərdurud döyüşünün nəticəsində. Belə olduqda artıq Sultan Əhməd görür ki, bu Qara Yusif o Qara Yusif deyil. Bu adamın nəsə planları var. Ona görə bu planları pozmaq üçün biz nə etməliyik? Faktiki mübarizə aparmalıyıq. Keçmiş müttəfiqlər düşmən olmalıdırlar. Sultan Əhməd araya bir şey atır, bir qarmaq atır Qara Yusifə ki, bəs Həmədan yaylaqları səndə qalıb, onu qaytar mənə. Qara Yusif deyir ki, yox, qaytarmayacağım. Nəysə ki, axırda bu keçmiş müttəfiqlər 1410-cu ildə Təbriz yaxınlığında Əsəd qəsəbəsində üz-üzə gəlirlər. Əsəd döyüşü. Bir tərəfdə Qara Yusifdir, digər tərəfdə onun qardaşı, dostu, sirdaşı Sultan Əhməd. Yəni, keçmiş müttəfiqlər üz-üzə gəldilər. 1410-cu il Əsəd döyüşündə Qara Yusif qalib gəlir, Sultan Əhməd məğlub olur, Sultan Əhməd öldürülür və Cəlalilərin Azərbaycanda hakimiyyəti başa çatır. Cəlali dövləti süqut edir və Azərbaycanda hakimiyyəti başa çatır. Baxın, Cəlalilər 1359-1410. Həmin 1410, bu 1410-dur. Əsəd döyüşü ilə Qara Yusif, Qaraqoyunlular Cəlalilərin Azərbaycanda hakimiyyətinə son qoyacaqlar. Cəlali dövləti süqut eləyəcək və bundan sonra Qara Yusif Təbrizə daxil olacaq və 1410-cu ildə Təbrizdə Qaraqoyunlu dövlətinin
əsası qoyulacaq. 1410 Təbriz, dövlətimiz yarandı, Qaraqoyunlu dövləti. Paytaxtımız da təbii ki, hara olacaq? Təbriz. 1410-cu il Qaraqoyunlu dövlətinin yaranması ilə Oğuzların Azərbaycanda və Cənubi Qafqazda siyasi hakimiyyəti yenidən bərqərar olur. Çünki biz birinci bunların hakimiyyətini 11-ci əsrdə Səlcuqların gəlişi ilə görmüşdük. Çünki Səlcuqlar Azərbaycan tutmuşlar və bir müddət özləri idarə etməyə başlamışdılar. 1410-cu ildə Qaraqoyunlu dövlətinin yaranması ilə Oğuzların Azərbaycanda və Qafqazda siyasi hakimiyyəti yenidən bərpa olunmuş və yaxud bərqərar olunmuş olacaq. Çünki Qaraqoyunlu dövlətini yaradan əsas sülalələrdən biri Baharlı sülaləsi Oğuz tayfalarından idi. Dövləti yaratdıq mı? Yaratdıq. Yaratmaq üçün olan yolu gördük mü? Gördük. İndi bunları mən siləcəm. Dövlət yaranandan sonraki proseslərdən danışacağıq ki, baxaq görək dövlət yaranandan sonra nələr baş verdi. Deməli, dövlətimizi yaratdı Qara Yusif. Çox qəşəng. Azərbaycanın cənub torpaqlarını tutdu və dövləti yaratdı. Amma soruşsaz ki, bir də onu deyim, bu il MİQ imtahanına düşən sualdır. Əsəd döyüşündən sonra baş verən hadisə. Düzü mən bu sualla razı deyildim, amma apellyasiyamızı da verdik, amma apellyasiyada bizə cavab gəldi ki, axıcı sualında bir səhv yoxdur, ibtidai icmada bir sual səhv yoxdur. Belə-belə mənasız məsələlər vermədiyimiz sualların cavabları bu deməkdir ki, yəni bir şablon hazırlayırlar və bütün apellyasiyalara eyni şablonu göndərirlər. Əsəd döyüşündən sonra İranın və Ərəb İraqının bütün hakimləri Qara Yusifin hakimiyyətini qəbul edirlər. Amma bizdə sualda MİQ imtahanında sırf döyüşlərin özünə aid xüsusiyyətləri istəmişdi. Yəni döyüşün gedişi və döyüşdə iştirak edən tərəflər. Amma bu Ərəb İraqı hakimləridir, İran hakimləri Qara Yusifin hakimiyyətini qəbul etməsi o döyüşdən sonra olan hadisə idi. Nəysə ki, oldu, keçdi. Dedik, Qara Yusif 1410-cu ildə dövləti yaratdı. Dövləti yaratdı, paytaxtımız da oldu Təbriz. Amma Qara Yusif özü rəsmi şəkildə Qaraqoyunlu dövlətində hakimiyyətdə olmuyor. Soruşsaz hakimiyyətə kimi gətirir? Hakimiyyətə gətirir sultan titulu ilə oğulluğu Pirbudağı. Pirbudaq. Hökümdarımız kim olacaq? Pirbudaq. Amma onun adından faktiki olaraq dövləti kim idarə edəcək? Qara Yusif. Bu Pirbudaq da bilirsiniz, hansı Pirbudaqdır? O ki, Misirdə həbsdə olanda Sultan Əhmədə verdiyi oğulluğa dediyi onun məqsədi var idi. Məqsədi bu idi ki, bu uşaq, düzdür, Qara Yusifin uşağıdır, amma öz adından çıxardır, verir Cəlalilərə. Çünki Cəlallilər Monqol soyundan gəlirlər və soy kök dövlət yaradıb deyə, o proses var deyə artıq Sultan Əhməddən sonra Pirbudağın oğulluğu, Pirbudağın hakimiyyətə gəlməsi əhali arasında elə də narazılıq doğurmayacaq. Yəni deyəcəklər ki, onsuz da bu da hökmdar soyundan gələn bir şəxsdir. Lakin orada məsələ başqadır ki, hər nə qədər oğulluğa versə də, amma bu dövlət artıq yeni dövlətdir, Qaraqoyunlu dövlətidir. Yəni demək istədiyim odur ki, Qara Yusif rəsmi şəkildə Qaraqoyunlu dövlətində hökmdar olub, amma sultan titulu qəbul etməyib. Yəni faktiki idarəçiliyi vardı, orada rəsmi idarəçilik yoxdur. Hər şey Pirbudağın adındadır. Yaxşı, Azərbaycanın cənubunu tutduq, amma Azərbaycanın şimalında bizim bir dənə dövlətimiz var, axı Şirvanşahlar dövlətimiz var. Şirvanda da həmin dövrdə hakimiyyətdə İbrahim Dərbəndlidir. Biz də İbrahimi keçən dərsdə gördük ki, çox o tərəf bu tərəf eləyən adamdır. Bu 1405-ci ildə Teymurilərə qalib gəldi, 1406-cı ildə Təbrizə daxil oldu. Sonra qayıtdı 1407-ci ildə getdi Şərqi Gürcüstanı tutdu. Buradan yazaq ki, 1-ci İbrahim Dərbəndi 1407-ci ildə Şərqi Gürcüstanı tutur. Yəni öz hakimiyyətini Gürcüstana yayır. Sonra görür ki, İbrahim, bəs Qaraqoyunlular nəsə belə Teymurilərlə cənubda döyüş falan aparırlar. İş gəlib çatır Qaraqoyunlularla Cəlalilərin mübarizəsinə. Belə olduqda 1-ci İbrahim öz oğlu Kəyumərsi Cəlalilərə köməyə göndərir. Cəlalilərə köməyə göndərir ki, qoy getsin Cəlalilər Qaraqoyunluları məğlub eləsinlər. Amma iş elə gətirir ki, 1410-cu il Əsəd döyüşündə Qaraqoyunlular qalib gəlirlər. Bu hadisələr olandan sonra artıq Qara Yusifin bir İbrahimə qarşı düşmənçiliyi başlayır. Yəni, zaten eləməsəydi də düşmənçilik olacaqdı. Çünki bu adamlar dövlət yaradıblar və Azərbaycanı tamamilə tutmaq istəyirlər. Belə olduqda Qara Yusif 1412-ci ildə İbrahimə təklif göndərir ki, mənim hakimiyyətini qəbul edə. İbrahim deyir ki, yox, qəbul etməyəcəm. O da deyir ki, yaxşı. 1412-ci ildə Kür çayı sahilində döyüş baş verir, Kür döyüşü. Bir tərəfdə təbii ki, Qaraqoyunlulardır, digər tərəfdə Şirvanşahlardır, İbrahim Dərbəndi, Şəki hakimi Seydi Əhməddir, bir də Gürcü çarı Konstantindir. Bunlar birləşirlər kimə qarşı? Qara Yusifə qarşı. Döyüş baş verir, döyüşdə kim qalib gələcək? Qaraqoyunlular qalib gələcəklər, müttəfiqlər məğlub olacaqlar. Hətta bunlar əsir alınacaqlar, arada Gürcü çarı gedəcək, Gürcü çarı Konstantin öldürüləcək.
öldürüldü, edam etdiriləcək Qara Yusif tərəfindən. Tutub bunları gətirəcəklər Təbrizə. Təbrizə gətirəndən sonra Təbriz əhalisi Qara Yusifə müraciət edəcək ki, bəs Şirvanşah İbrahimi burax. Niyə? Çünki o 1406-cı ildə Təbriz əhalisi İbrahimi çağırmışdı, araları yaxşıdır, o gəlmişdi, Teymurilərdən müdafiə eləmişdi. Bir növ bir vəfa borcları var. Ona görə Qara Yusifə deyirlər ki, İbrahimi burax, əvəzində biz sizə, yəni 1200 tümən xərac ödəyəcəyik, yəni İbrahim üçün. Qara Yusif də deyir ki, yaxşı. Və Şirvanşah İbrahimə deyir ki, sənin bir şərtlə buraxıram, mənim asıllığımı qəbul elə. İbrahim də deyir ki, biz deyilik. Yəni narahat olma, asıllılıq və biz təbii ki, hər yerdə biz varıq. 1412-ci il Kür çayı sahilindəki döyüşdən sonra Şirvanşahlar Qaraqoyunlardan asılı vəziyyətə salınır. İndi buradan sual çıxır ki, müəllimə, əvvəlki mövzularımızda falan deyirdiniz ki, Şirvanşahları asılı vəziyyətə salmaq Azərbaycanı vahid şəkildə birləşdirmək deməkdir. Deməli, onda Qaraqoyunlar Azərbaycanı vahid şəkildə birləşdiriblər. Cavabımız olur, xeyr. Niyə? Çünki xeyr. Ona görə bunlarda bir var soyurqal torpaqları, bir də köçəri əmirlərə necə deyək, nəzarətin mümkün olmaması. Sırf soyurqal və köçəri əmirlərə tam nəzarətin mümkün olmaması Qaraqoyunlu dövlətinin vahidləşməsinə, mərkəzləşməsinə icazə vermir. Hər nə qədər Şirvanı asılı vəziyyətə salsalar da bu asıllıq bir növ vassal asıllığıdır. Yəni İbrahim öz hakimiyyətini saxlayır, sadəcə müəyyən bir xərac ödəyirlər. Ona görə bu Qaraqoyunlu vahid Azərbaycan yaratmayıb. Buradan yazırıq vahid Azərbaycan üstündən xətt çəkirik. Qaraqoyunlu mərkəzləşdirilmiş dövlət olmayıb. İki dənə hadisəmiz yoxdur. Sonra nə baş verəcək? Kür döyüşündən sonra biz Şirvanşahlar da tutduq və Qara Yusif öz hakimiyyətini Azərbaycanın şimalına da yaydı. Ondan sonra təbii ki, Teymurilər də Şirvanşahların belə məğlubiyyətini görür, Qaraqoyunların qalibiyyətini görür. Teymurilərdə də hakimiyyətdə Şahruxdur. Təbii ki, Şahruх başlayır Qaraqoyunlarla mübarizə aparmağa. Hətta həmin dövrdə Qara Yusif gedib Teymurilərin əsas ticarət məntəqələri olan Sultaniyə və Qəzvin şəhərlərini də alıb. Sultaniyə və Qəzvini alıb. Kimdən? Teymurilərdən. Hətta Şahruxla bir neçə dəfə mübarizə aparıb, Şahruxa da qalib gəlib. Şahruх görür ki, Qaraqoyunları, yəni Qara Yusifi tək başına məğlub eləyə bilməyəcək. Ona görə ətrafına müttəfiqlər yığır. Müttəfiqlər də kimlər olur? Şirvanşahlar. Bəli. Deməli, bir tərəfdə Teymurilər, Teymuri Şahruх, digər tərəfdə isə Şirvanşah, digər tərəfdə yox, yəni Şahruxun yanında Şirvanşahlardan birinci Xəlilullah, hətta Ağqoyunlu Qarayuluq Osmanla da ittifaq əlaqəsi saxlayıb. Yazaq bura Ağqoyunlular. Amma dövlət deyil hələ ki Ağqoyunlular. Nəysə, bunlar birləşirlər kimə qarşı? Qaraqoyunlara qarşı. İl 1420-ci il vəziyyət elə gətirir ki, Qara Yusif ölür. Qara Yusif öləndən sonra hakimiyyətə gəlir Qara Yusifin oğlu Qara İskəndər. Qara İskəndər 1421-ci ildə Teymurilər, Şirvanşahlar və Ağqoyunlu da demək, əslində ittifaqda olublar, amma bilmirəm də, yəni deyəyim ki, bu döyüşdə iştirak ediblər. Bu döyüşdə iştirakçılarını deməyək. Əsas buradan xətti bu ikisindən çəkirəm. Ki, Teymuri Şahruх və Şirvanşah 1-ci Xəlilullahın birləşmiş qüvvələri ilə Qaraqoyunlar arasında 1421-ci ildə Alaşkert döyüşü olur. Alaşkert döyüşündə müttəfiqlər qalib gəlirlər, Qaraqoyunlar məğlub olurlar. Artıq məğlub oluruq bir növ, yəni necə deyək, Qaraqoyunların müstəqilliyi zədələnir. Hətta 1435-ci ildə tərəflər arasında bir dənə də döyüş olur, Təbriz döyüşü. Təbriz döyüşündə yenə Teymurilər qalib gəlirlər, Qaraqoyunlar məğlub olurlar. Qara İskəndər öldürülür və hakimiyyətdən gedir. Qara İskəndər hakimiyyətdən gedəndən sonra hakimiyyətə gələcək Qaraqoyunlarda Şahruxun hakimiyyətə gətirdiyi adam, o da Cahan Şahdır. İndi Cahan Şaha keçməzdən öncə yekunlaşır Qaraqoyunlu mövzusu, elə də çox deyil, sadəcə bütün xırdalıqları deməyə çalışırıq ki, miqra sertifikasiya üçün daha faydalı olsun. Ona görə bu qədər uzun gedir. İndi Cahan Şaha keçməzdən öncə baxaq görək Qara Yusif və digərləri nə iş gördülər. Bir hissəsini yazmışdıq dövlət yaranana qədər, dövlət yaranandan sonra gördüyümüz əsas hadisələr də bunlardan ibarətdir. Hə, indi gətirək hakimiyyətə Cahan Şahı. Deməli, 1435-ci il Təbriz döyüşü. Təbriz döyüşündə Qara İskəndər məğlub oldu, öldürüldü və Teymuri Şahruх, Teymurilər dövlətində keçdiyimiz Teymuri Şahruх hakimiyyətə gətirəcək Cahan Şahı. Deməli, hakimiyyətə gəldi Cahan Şah. Neçənci ildə? 1436. Cahan Şahı hakimiyyətə kim gətirdi? Teymuri Şahruх. Bu deməkdir ki, biz nəyi? Teymurilərdən asılıyıq. 1436-cı ildə. Cahan Şah özü hakimiyyətdə olacaq 1436-1467-ci illərdə. Teymurilərdən asılıyıq. Amma o asıllıq nə zamana qədər davam edir? 1447-yə qədər.
Niyə 1447? Çünki 1447-də Şahrux ölür. Şahrux öləndən sonra Cahanşah başlayır tam müstəqil siyasət yürütməyə. 36-dan 47-yə qədər Teymurilərdən asılı. 47-də Şahrux öləndən sonra Cahanşah başlayır yenidən müstəqil siyasət yürütməyə. Amma miq və sertifikasiya üçün deyirəm bu məsələni. Cahanşah 1440-1441-ci illərdə Şərqi Gürcüstana yürüş edib. Bəzi testlərin, müəllif testlərinin içərisində görə bilərsiniz. Bu məsələni xəritənin kənarında verilib, xəritənin üstündə verilib Cahanşahın 1440-41-ci illərdə Şərqi Gürcüstana yürüşü. Bu heç miq və sertifikasiya üçün. 1447-dən sonra olduq müstəqil. Müstəqil olandan sonra Cahanşah başlayır fəaliyyətə. Əsas fəaliyyətlərindən biri nizami ordu yaratmasıdır. Nizami ordu, yəni bu adam hərbi islahat keçirdir. Cahanşah hərbi islahat keçirir, nizami ordu yaradır. Şirvanşahlarla Qara Yusifin münasibəti necə idi? Pis. Qara İskəndərin münasibəti necə idi? Pis. Çünki adamlar Xəlullahın dövründə neynəmişlər? Birləşmişdilər bunlara qarşı Teymurilərlə. Amma Cahanşahın dövründə Şirvanşahlarla əlaqə yaxşılaşdırılır. Şirvanla əlaqə bir dənə ürək qoyulub. Niyə? Çünki ürək nəfsdə oldu, belə qalıb. Çünki bu dövrdə artıq Ərdəbil hakimləri var, Səfəvilər var və onlarla mübarizə üçün müttəfiq lazımdır. Biz bunu Ərdəbil hakimliyində keçəcəyik, amma burada da qeyd ediləcək ki, Cahanşahın dövründə 1460-cı ildə Samur çayı sahilində döyüş olub. Bir tərəfdə Ərdəbil hakimi Şeyx Cüneyddir, digər tərəfdə isə Cahanşah və Şirvanşah 1-ci Xəlilullah, həmin o Alaşqət döyüşündəki Xəlilullah. Bunlar qalib gələcəklər, Cüneyd məğlub olunacaq və öldürüləcək. Cahanşah Osmanlılarla da dostluq əlaqəsini, diplomatik əlaqələri davam elətdirir. Osmanlı ilə əlaqə ta ki onun atası Qara Yusifin dövründə gəlib. Atası. Hər nəysə, ya atası ya da babası. Amma məncə atası. Atası Qara Yusifin dövründən başlayıb, o da bu dostluq əlaqələrini davam elətdirir. Ağqoyunlarla mübarizə aparmaq istəyir Şərqi Anadoluda, amma uğursuz olur. Lakin 15-ci əsrin ortalarında və yaxud 50-ci illərində İranın mərkəz və şərq əyalətlərini tutur. Ondan sonra görür ki, Teymuri dövlətində nəsə qarışıqlıq var. Teymurilərdə vəziyyət yaxşı deyir. Deyir, bu vəziyyətdən istifadə edir və Teymurilərlə o vaxtki haqq hesabımızı kəsək. 1458-ci ildə Teymurilərin üzərinə yürüş edir və Teymuri hökmdarı həmin dövrdə Əbu Səiddir. Əbu Səidi məğlub edir, daxil olur Herata. Herat haraydı? Herat Teymurilərin paytaxt şəhəri idi. Daxil olub, belə təzə gəlib burada Teymuri taxtında oturub, belə zövq alır öz qalibiyyətindən. Görür ki, Instagrama girir, görür oğulları story qoyublar. Həsən Əli bir tərəfdə, Pirbudaq da bir tərəfdə. Üsyan qaldırıblar mərkəzi hakimiyyətə qarşı köçəri əmirlərin rəhbərliyi altında. Bunları da gətiriblər başa. Nəysə deyir ki, belə övladlar olmaz olsun. 1459-cu ildə Herat müqaviləsi imzalanır Teymurilərlə. Bir tərəf Qaraqoyunlu, digər tərəfdə Teymurilər və biz Teymurilərdən təzminat alırıq. Təzminat alırıq, geri dönürük. Geri qayıdır, deyir, siz idiniz üsyan qaldıran, nəysə üsyanları yatırdır və bir müddət Qaraqoyunlu dövlətində vəziyyət yaxşıdır, ta ki Ağqoyunlu Uzun Həsənin radarına düşənə qədər. Ağqoyunlu Uzun Həsən 1467-ci ildə yürüş edir Qaraqoyunluların üzərinə Muş düzənliyində. Döyüş baş verir Muş döyüşündə. Bir tərəfdə Qaraqoyunlular, digər tərəfdə Ağqoyunlular. Ağqoyunlular qalib gəlir, Qaraqoyunlular məğlub olurlar və Cahanşah öldürülür. Cahanşah öldürüləndən sonra hakimiyyətə gəlir Qaraqoyunlu dövlətində Həsən Əli. Həsən Əli Qaraqoyunlu dövlətinin son hökmdarıdır. Onu da 1468-ci ildə Uzun Həsən və yaxud Həsən Padşah Ağqoyunlular taxtdan salacaqlar. Bununla da Qaraqoyunlu dövləti süqut etmiş olacaq. Neçənci ildə? 1468-ci ildə son hökmdarımız kimdir? Həsən Əlidir. Taxtdan da kim saldı? Ağqoyunlular, Ağqoyunlu Həsən Padşah. İndi baxaq görək Ağqoyunlular nə iş görüblər? Yəni yaxşı mı oldu ki, süquta uğratdılar, yoxsa yox? Bu oldu Qaraqoyunlularımız. İndi keçirik Ağqoyunlulara. Ağqoyunlulardan görək Ağqoyunlular nə iş görüblər, hansı fəaliyyətləri olub? Dövlət 1468-də yaranacaq, 1503-cü ildə süqut edəcək. Amma dövlətin yaranmasına qədər olan siyasi proseslər biraz maraqlıdır, onlardan danışacağıq. Necə ki, Qaraqoyunluda dedik, bəyliyin yaradılması, tayfa ittifaqı və ya federal hakimliyin yaradılması, onlarda necə baş verir? Bayandurlu nəslindəndirlər. Bunlar da Bayandurluda Oğuz tayfalarının bir qoldu. Ümumiyyətlə Oğuz tayfalarının 24 boydan ibarət olduğu deyilir. Biri Baharlı idi, getdi Qaraqoyunlu'nun yaratdı. Biri də Bayandurlu'dur, gəlib Ağqoyunlu'nun yaradacaq. Bayandurlu nəslindən olan, bunlar da eyni şəkildə, bunu deyirəm, o yadımdan çıxır, bunlar da eyni şəkildə Monqol yürüşləri dövründə Anadoluya köç eləyiblər, Baharlılar kimi. Bunlar da gətiriblər, Diyarbəkir ətrafında məskunlaşıblar, Diyarbəkir.
Diyarbəkir ətrafında bunların da 14-cü əsrin ikinci yarısında bir tayfa ittifaqı olub. Tayfa ittifaqının əsasını bunlarda qoyan Pəhləvan bəydir. Pəhləvan bəy. Amma Pəhləvan bəydən sonra Qarayuluq Osmanın dövründə, Qarayuluq Osman, bunun dövründə artıq tayfa ittifaqından bəyliyə keçəcəklər. Bəylik olacaqlar və yaxud bir feodal hakimlik olacaqlar Qarayuluq Osmanın dövründə. Elə Qarayuluq Osmanın dövrü yenə Əmir Teymurun Azərbaycana yürüşləri dövrünə və yaxud Osmanlıya yürüşləri dövrünə təsadüf edir. Necə ki, o dövrdə dedik ki, Qaraqoyunlular Teymurilərlə düşməndilər, Ağqoyunlular isə əksinə olaraq Teymurilərlə bir müttəfiq olublar. Müttəfiq deməyək də, yəni müttəfiq deyək də, müttəfiq deyək, tam müttəfiq də deyə bilmərik, amma müttəfiq olublar. Hətta Qarayuluq Osman öz bəyliyin ərazisini genişləndirə bilib, nəyin hesabına? 1402-ci ildə Osmanlıların Teymurilərə məğlub olması nəticəsində Əmir Teymurun qələbəsi hesabına öz bəyliyinin ərazisini genişləndirə bilir. Hətta sonra dedik ki, Qarayuluq Osmanın dövründə yazaq da bura ki, geniş Teymurilərlə araları yaxşıdır, piruz qoydu. Əmir Teymurun dövründə Ankara döyüşündəki qələbədən sonra, hətta Şahruxun dövründə bayaq dediyimiz 15-ci əsrin 20-ci illərində Teymuri Şahruxla da bir müttəfiqlik əlaqələri olub Qaraqoyunlu dərsində gördüyümüz kimi. İndi gəlib danışacağıq əsas məsələ Ağqoyunlu feodal hakimliyində və yaxud Ağqoyunlu bəyliyində Həsən, Uzun Həsənin fəaliyyətindən. Uzun Həsən 1453-cü ildən 1468-ci ilə qədər bu adam bəylikdə olur. Bəyliyin rəhbəri olur, çünki hələ dövlət yaranmayıb. Biz buna sadəcə Ağqoyunlular deyəcəyik. Həmin bu dövrdə Uzun Həsən deyir ki, biz nə etməliyik? Biz Avropa ilə ticarət əlaqələri saxlayaq. Bu əlaqələri saxlamaq üçün də Qara Dənizdən Avropaya ən ideal çıxış yolu haradır? Trabzon imperiyasıdır. Uzun Həsən gəlir, Trabzon Yunan imperiyası ilə qohum olur. Trabzon Yunan imperatorunun qızı Dəspinə ilə evlənir və qohumluq əlaqələri nəticəsində biz Avropaya çıxış əldə edirik. Amma bu 1453-cü il dünya tarixini dəyişən illərdəndir. Niyə? Çünki 1453-cü ildə Qaraqoyunlu nədir? Ağqoyunlu nədir? Osmanlı sultanı Fatih II Mehmet Bizansı tutur və Bizansın varlığına son qoyur. Bizansın varlığına son qoyundan sonra Bizansın bir növ qalıqlarından olan Trabzon Yunan imperiyası var və 2-ci Mehmet deyir ki, mən Kiçik Asiyada olan xristian mülklərini də yavaş-yavaş ləğv eləməliyəm ki, bizə mane olmasınlar. Bir də onu qeyd edək ki, dediyi Cahanşah Osmanlılarla diplomatik əlaqələri davam elətdirib, hakimiyyəti dövrü 2-ci Mehmetlə eyni dövrə düşür. Yəni 2-ci Mehmetlə dostluq əlaqəsi saxlayıb Cahanşah. Bunu yadınızda saxlayın. Amma 2-ci Mehmet Ağqoyunlularla düşmən olacaq. Necə olacaq bu proses? İndi ondan danışacağıq. Biz Avropaya çıxış əldə edirik, ticarət edirik orada, çox yaxşı. Amma 2-ci Mehmet Konstantinopol tutandan sonra vergi və rüsumları hədsiz dərəcədə artırır. Bu artırma gətirir nəhayətində bu tərəflər arasında mübarizəyə səbəb olur. Avropalılar bundan yaxşı bir çıxış yolu tapırlar, gedib böyle coğrafi kəşflər edirlər. Bəs bizimkilər nə edirlər? Bizimkilərin də əsas əlaqəsi, əsas məqsədi o itirilmiş ərazini geri qaytarmaqdır. O prosesdə necə baş verəcək? 1461-ci ildə bunlar bir döyüşə girəcəklər. 1461-ci ildə Ağqoyunlularla Osmanlılar arasında Qoylu Hisar adlanan yerdə bir döyüş baş verəcək. Bir tərəfdə Osmanlılardır, digər tərəfdə isə Ağqoyunlulardır. Bu döyüşdə Ağqoyunlular qalib gələcəklər, Osmanlılar məğlub olacaq. Həmişə belə olanda uşaqlar sual verir ki, bəs necə olur Osmanlı o cür böyük imperiya, Ağqoyunlu hələ dövlət deyil, Ağqoyunluya məğlub olur. Burada Osmanlıların bütün qüvvələrindən söhbət getmir. Sadəcə həmin o ərazidə hakimiyyətdə olan kiçik bəyliyin qoşunları ilə Ağqoyunlular arasında döyüş olur və Ağqoyunlular qalib gəlirlər. Sonra Mehmet bütün qüvvələrini yönəldir Ağqoyunlulara qarşı və deyir ki, bunun qarşılığını biz sizdən artıqlaması ilə alacağıq. 1461-ci ildə Trabzon Yunan imperiyası Osmanlılar tərəfindən tutulur. Osmanlı Trabzon Yunan imperiyasını tutur və Trabzon Yunan imperiyasının varlığına son qoyur. Bundan öncə Ağqoyunlu Uzun Həsən öz anası Saray Xatunu göndərib Osmanlı 2-ci Mehmetlə danışıqlara ki, tamam, istəyirsən Trabzonu tut, amma tutmasan daha yaxşı olar. Birinci tələbi budur ki, Trabzonu tutma. İkinci tələbi də budur ki, tamam tutsan, orada bizim gəlinimizin xəzinəsi var, o xəzinənin bir hissəsini bizə ver. Mehmet də deyir ki, çox sorry, yəni mən sizin birinci tələbinizi qəbul etməyəcəm, Trabzon Yunan imperiyasını tuturam. Amma hə, yaxşı, xəzinənin bir hissəsini sizə verərəm. Buna görə 1461-ci ildə Ağqoyunlularla Osmanlılar arasında bir sülh də imzalanır. Biz o Trabzon Yunan imperiyasının xəzinəsinin bir hissəsini ələ keçiririk. Bu söhbətlərdən sonra Ağqoyunlularla Osmanlılar arasında vəziyyət biraz
səngiyir. Yəni biz görürük ki, Osmanlılarla elə də mübarizə aparacaq bir gücdə deyilik. Çünki bütün qüvvələrin bizə qarşı yönəldiblər. Belə olduqda Uzun Həsən fikrini yönəldir Azərbaycana və gəlir 1467-ci ildə Muş döyüşündə, bayaq dedik ki, Qaraqoyunlular dövlətinin qüvvələri Ağqoyunlular tərəfindən məğlub edilir və Cahanşah Muş döyüşündə öldürülür. Ondan sonra 1468-ci ildə Ağqoyunlu Uzun Həsən daxil olur Təbrizə. Təbrizdə son deməli Qaraqoyunlu hökmdarı Həsənəlini taxtdan salır, Qaraqoyunlu dövləti süqut edir və 1468-ci ildə Təbrizdə Ağqoyunlu dövlətinin əsası qoyulur. Deməli, Ağqoyunlu dövləti yarandı 1468-ci ildə. Kim tərəfindən? Uzun Həsən tərəfindən Həsənəlini taxtdan saldı və paytaxt da təbii ki, Təbriz olacaq. Həm Qaraqoyunlularda, həm də Ağqoyunlularda dövlətin paytaxtı Təbriz şəhəridir. Sonra nə baş verəcək? İndi bu hadisələri sildik, dövlətin yaranmasına qədər olan prosesi. İndi danışacağıq dövlət yaranandan sonra baş verən hadisələrdir. Dövlət yaranandan sonra təbii ki, bizim ilk hökmdarımız elə Həsən Padşahdır. Bunu silək, Həsən bəy və yaxud Həsən Padşah. Danışaq görək, bunlar dövlət yaradandan sonra nə iş görürlər? Yazırıq burada Həsən Padşah. Həsən Padşah özü 1468-1478-ci illərdə hakimiyyətdə olacaq. Ağqoyunlu süquta uğratdı və dövlətini yaratdı. Bu dövlətini yaradandan sonra 1468-69-cu illərdə Teymuri Əbu Səidin Azərbaycana yürüşü olur və bu Əbu Səidin qüvvələri Muğan yaxınlığında məğlub edilir. Yəni Teymuri Əbu Səid məğlub edilir. Deməli, Ağqoyunlular da dövlət olanda Teymurilərlə mübarizə aparıblar. Bunu yadımızda saxlayaq. Bu Əbu Səid də həmin Əbu Səiddir. 1459-cu ildə Heratda Cahanşahla barışıq müqaviləsi imzalayan şəxsdir Əbu Səid. Əbu Səidi məğlub elədik. Ondan sonra təbii ki, axı bizim əsas düşmənimiz kimdir o dövrdə? Osmanlıdır və Osmanlı ilə mübarizə aparmaq üçün bizə biraz kömək lazımdır. O köməyi də təbii ki, kim eləyəcək? Avropa dövlətləri eləyəcək. Avropa dövlətlərinin burada marağı nədir? Avropalıların burada marağı ondan ibarətdir ki, dedik axı 1453-cü ildə Osmanlı Konstantinopol tutub və gömrük rüsumunu hədsiz dərəcədə 2 dəfəyə yaxın artırıb. Belə olanda Avropalılar deyir ki, biz Osmanlı ilə mübarizə apara bilmirik. Osmanlını mübarizə aparmaq üçün biz ondan iki tərəfdə mübarizə olmalıdır. Qoy Ağqoyunları Osmanlıya müharibəyə təhrik eləyək, digər tərəfdən də biz Osmanlıları məğlub eləyək. Belə olduqda hətta Venesiya krallığı öz elçisini Təbrizə göndərir. Təbriz. Təbii ki, biz də boş dayanmırıq. Biz də diplomatik nümayəndə heyəti göndəririk. Venesiyaya göndəririk, Polşaya göndəririk, Macaristana göndəririk, Neapol krallığına göndəririk, Kiprə göndəririk. Burada biz göndəririk. Təbii ki, məqsədimiz nədir? Məqsədimiz Osmanlıya qarşı özümüzə bir müttəfiq tapmaq. Bu müttəfiq də kim olur? Venesiya olur. Venesiya ilə 1472-ci ildə Venesiya və Ağqoyunlu dövləti arasında bir hərbi ittifaq bağlanır. Hərbi ittifaq. Kimlə qarşıdır bu? Osmanlıya qarşıdır. Hərbi ittifaq bağlamaqda məqsədimiz nədir? Venesiya bizə deyir ki, sən Osmanlıya qarşı mübarizəyə başla, mən də sənə odlu silah verəcəm. Çünki bizim orada əsas əksiyimiz odlu silahdır. Yəni Osmanlının odlu silahı var, bizim odlu silahımız yoxdur. Həsən Padşah təşəbbüs edir odlu silah yaratmağa, amma istədiyinə çata bilmir. Venesiya deyir ki, narahat olma, mən sənə odlu silah verəcəm. Sonra nə edirik? 1472-ci ildə Venesiya ilə bu hərbi ittifaqı bağladıqdan sonra Yusif bəyin rəhbərliyi ilə Yusif Mirzənin yazar da. Yusif Mirzənin rəhbərliyi ilə Qaraman bəyliyinə bir səfər təşkil edilir. Çünki Qaraman ərazisi Trabzondan sonra bizim əsas əlaqəmiz saxladığımız yerdir Avropa ilə. Qaraman bəyliyi ərazisinə bir yürüş olur 1472-ci ildə. Biz gəlirik, gözləyirik ki, indi Venesiya bizə gedib, görürük ki, Qaramanda, Qaradəniz sahilində indi gözləyəcək ki, Osmanlı ilə müharibə aparmaq üçün Venesiya bizə hərbi qüvvə göndərib. Gedib çatırıq, görür ki, hərbi qüvvə yoxdur. Venesiya bizə heç bir şey göndərməyib, verdiyi vədə sadiq qalmayıb. Əksinə gedib Osmanlı ilə yaxınlaşıb, bizi qoydu darda. Bunun nəticəsində də 1472-ci ildə baş verən döyüşdə, Beyşəhir döyüşündə. Beyşəhir. Bu döyüşdə Ağqoyunlular Osmanlılara məğlub olacaqlar. Beyşəhir döyüşündə. Bu dövlət yaranandan sonra Ağqoyunlularla Osmanlılar arasında olan ilk döyüşdür. Beyşəhir döyüşü. Ondan sonra Mehmet deyir ki, İlanın başını elə yerində əzmək lazımdır. Yürüş eləyək bunların üzərinə və ümumiyyətlə bu prosesə son qoyaq da. Nə oldu? Ağqoyunlu Osmanlı hara qədər davam edəcək. Uzun Həsən də onları Azərbaycan sərhədlərindən kənara çəkir Fərat çayı sahilinə. 1473-cü ildə burada bir Malatya döyüşü baş verir. Malatya döyüşündə biz qalib gəlirik. Ağqoyunlu dövlətinin qoşunları Osmanlı dövlətinin qoşunlarına qalib gəlir 1473-dür. Amma Malatyadan 10 gün sonra olan yenə 1473-cü il Otluq beli döyüşündə
Odlu silaha malik olan Osmanlılar Ağqoyunlu qüvvələrinə qalib gəlirlər, Ağqoyunlular məğlub olurlar. Düzdür, məğlub olsaq da Mehmet Azərbaycana gələ bilmir, Azərbaycanı tuta bilmir. Yəni tərəflərdən hər ikisi öz ərazilərinə qayıdırlar və aralarındakı münaqişəyə sanki bir müddətlik son qoyulmuş olur. 1473-cü il Otluq-Beli döyüşündən sonra. Yəni dövlət yaranandan sonra Osmanlı ilə də olan proseslərimiz bundan ibarətdir. Sonra nə olur? Osmanlı qoyduq kənara, Osmanlı getdi. 1475-ci ildə Moskva knyazı 3-cü İvan nümayəndə göndərir Ağqoyunlu sarayına, Təbrizə nümayəndə göndərir ki, Uzun Həsən, bəlkə Qızıl Orduya qarşı birləşək, birlikdə mübarizə aparaq. Uzun Həsən də deyir ki, gözəl təklifdir, amma qəbul edə bilmərəm. Niyə? Çünki sizdən əvvəl Qızıl Orduya qarşı yazaq bura. Çünki deyir, sizdən əvvəl mən Qızıl Ordu ilə artıq əlaqə qurmuşam. Qızıl Ordu ilə əlaqə qurmuşam və Qızıl Ordu mənə deyib ki, cənub sərhədlərimin təhlükəsizliyi ilə səndən arxayınam. Biz də demişik ki, hə, yaxşı. Ona görə Moskva knyazı 3-cü İvanın Təbrizə göndərdiyi nümayəndə heyəti əliboş geri qayıdır. Yadınıza salın, bax, Qızıl Ordu dövlətində biz nə deyirdik? Deyirdik, bunlar Rus knyazlıqları ilə mübarizə aparırlar. 1380 Kulikova, sonra 1382 Toxtamış getmişdi, Moskvanı yandırmışdı. 1475, 5 ildən sonra Uqra çayı sahilində görüş olacaq. Bu görüşdə artıq Moskva knyazı, yəni Rus knyazlıqları tamamilə Qızıl Ordu asılılığından çıxacaqlar. Amma ondan əvvəl Ağqoyunlu sarayına elçi göndərmişdilər. Deməli, Moskva ilə diplomatik bir tanışlığımız olub, Qızıl Ordu ilə əlaqələrimiz olub Uzun Həsənin dövründə. Hətta Uzun Həsənin dövründə 1474-cü ildə onun oğlu Uğurlu Məhəmməd qiyam qaldıracaq Sivasda. Sivasda idi. Qiyam qaldırır 1474-cü ildə. Atasına qarşı, mərkəzi hakimiyyətə qarşı gedir Osmanlıya sığınır. Orada Osmanlılarla qohum olurlar və o izdivacdan da bir uşaq dünyaya gəlir. Sonra o uşaqdan danışacaq və o uşaq kimdir? Bu belə Uzun Həsənin hakimiyyəti dövrünə aid bir məsələdə qeyd edək. Şirvanşahlarla arası yaxşıdır. Kilos qoydu. Bir də 1477-78-ci ildə Şərqi Gürcüstana yürüş eləyir. Burada Gürcüstan hakimi 6-cı Baqratla sülh imzalayır. Bu sülhə görə Tiflis daxil olmaqla Şərqi Gürcüstan keçir Ağqoyunlara. Uzun Həsən hakimiyyəti dövründə bayağı iş görüb. Bu işlərin hər birində yadda saxlamaq lazımdır. Osmanlı ilə münasibətləri, Venesiya, Avropa dövlətləri ilə münasibəti, Moskva knyazlığı ilə, Qızıl Ordu ilə və Şərqi Gürcüstan məsələsi. Amma təbii ki, 1478-ci ildə Uzun Həsən öləcək. Uzun Həsən öləndən sonra nə olacaq? İndi ondan danışacağıq. Uzun Həsən öldü 1478-ci ildə. Ondan sonra hakimiyyətə gəlir oğlu Yaqub Padşah, Sultan Yaqub. Onu silək, yazaq, Yaqub. Deməli, Yaqub Padşah və yaxud Sultan Yaqub. Yaqub, burada da Padşah yazaq. Yaqub hakimiyyətdə olacaq 1478-1490-cı illərdə. Yaqubun hakimiyyəti dövrü Ağqoyunlu dövlətində durğunluq dövrü kimi səciyyələnir. Durğunluq dövrü. Onun dövründə Osmanlı ilə atasından fərqli olaraq əlaqələr yaxşılaşdırılır. Osmanlı ilə dostluq əlaqəsi. Dostluq. Biz bunu Osmanlıda kimin dövründə görmüşdük? 2-ci Bəyazidin dövründə. Dostluq əlaqəsi saxlayırlar. Sonra Şirvanşahlarla atasının dövründə olan münasibətlər davam elətdirilir. Hətta Şirvanşahlarla bunlar qohumluq əlaqəsi də saxlayırlar. Hətta Şirvanşahlarla ittifaqa da girəcəklər. 1488-ci il Şahdağı döyüşü. Şirvanşah Fərrux Yasərlə Ərdəbil hakimliyinə qarşı bir ittifaqlarda olacaq. Onu Ərdəbil hakimliyi dərsində danışacaq. Şirvanşahlarla qohumluq əlaqəsi saxladı, Osmanlı ilə dostluq əlaqəsi saxlayır. Daha sonra Yaqubun dövründə Yaqubun da Gürcüstana hərbi səfəri var. Gürcüstana yürüş. Bu əsasən miqvə sertifikasiya aiddir. 15-ci əsrin 80-ci illərində olub bu yürüş. Gürcüstana da hərbi yürüşlər eləyir. Yaqubun dövründə başqa nəsə deyəcəyim, yenə yadımdan çıxma yadımdan. Yəni əsas məsələlər Yaqubun dövründə bundan ibarətdir. Məncə başqa deyəcəyim bir şey yoxdur. Var, amma indi onu mədəniyyətdə deyəcəm, burada yazmaq istəmirəm. Gürcüstana yürüşü, Şirvanşahlarla qohumluq, hətta Şirvanşahlarla ittifaq. Hə, Ərdəbil hakimliyi. Mən də gəldim Ərdəbil hakimliyinə, yazmaq üçün nə deyəcəkdim? Ərdəbil hakimləri ilə, yəni Səfəvilərlə bu düşmən olacaq. Düşmən. O da 1488-ci il Şahdağı döyüşündə bu məsələni görəcək. Amma atası Uzun Həsən Ərdəbil hakimləri ilə dost idi. Hətta qohumluq yaratmışdılar. Çünki biz məşhur bilirik ki, Şah İsmayılın babası kimdir ana tərəfdən? Uzun Həsən.
Ərdəbil hakimlərindən düşmədi. Nəysə 1490-cı ildə Yaqub padşah da ölür. Yaqub öləndən sonra hakimiyyətə gəlir 1490-cı ildən 1492-ci ilə qədər Baysunqur. Amma artıq 90-cı illər, 15-ci əsrin 90-cı illərə Ağqoyunlu dövlətində biraz qarışıqlıqlar dövrüdür, hakimiyyət uğrunda mübarizə dövrüdür. Elə Baysunquru da 1492-ci ildə Bərdə döyüşündə Rüstəm hakimiyyətdən salacaq. Rüstəm Mirzə. Bu tərəfdə də Baysunqur. Baysunqur məğlub olacaq, Rüstəm qalib gələcək. Rüstəm qalib gələcək və 1492-1496-cı illərdə Ağqoyunlu dövlətini Rüstəm padşah idarə edəcək və Rüstəm padşah öz hakimiyyətini yerli feodallara falan daha da tanıtmaq üçün, möhkəmləndirmək üçün çoxlu soyurqal torpağı paylayacaq. Soyurqal nədir? İndi ondan danışacağıq. Soyurqal payladı. Eyni söhbəti biz bilirsiniz ki, Çində görmüşdük. Bayaq Qara Yusifdə. Qara Yusifdə dövlət yaradandan sonra Azərbaycanda olan feodal hakimləri, əmirləri öz tərəfinə çəkmək üçün onlara çoxlu soyurqal torpağı paylayır. Eyni şeydə Ağqoyunluda Rüstəm Mirzə edir. Rüstəm Mirzənin də hakimiyyəti dövründə əsas biz Ərdəbil hakimliyi ilə mübarizə görürük. Bunların hamısı Ərdəbil hakimliyi içərisində bir də danışacağıq. 1494-cü il Şəməsi döyüşü baş verəcək. Şəməsidə qalib gələcək. Ərdəbil hakimi Sultan Əli öldürüləcək. Lakin Rüstəmin özünü də 1496-cı ildə Naxçıvan yaxınlığındakı döyüşdə Gödək Əhməd öldürəcək. Gödək Əhməd. Gödək Əhməd kimdir? Gödək Əhməd o bayaq dediyi Uğurlu Məhəmməd, burada yadımızda saxlayırıq. Qiyam qaldırdı, qaçdı Osmanlıya, Osmanlı ilə qohum oldu. Bax, Gödək Əhməd həmin o Uğurlu Məhəmmədin oğludur. Gəldi 1496-cı ildə Naxçıvan yaxınlığındakı döyüşdə Rüstəmi məğlub elədi. Gödək Əhməd qalib gəldi və Ağqoyunlu taxtına çıxdı. Gödək Əhməd Osmanlı dövləti ərazisində böyüyüb, Osmanlı tərbiyəsi alıb və bir növ sanki dövləti Ağqoyunlu dövlətində Osmanlı nümunəsində idarə etmək istəyirdi. Ona görə soyurqal paylanmasını dayandırır, şəriətdə olmayan 20-yə yaxın vergini ləğv eləyir. Bu da istər-istəməz dövlətin daxilində əmirlərin ona qarşı narazılığına səbəb olur və 1497-ci ildə sui-qəsd nəticəsində Gödək Əhmədə hakimiyyətdən salırlar. Gödək Əhməd hakimiyyətdən gedəndən sonra da Ağqoyunlu dövlətində o daxili münaqişələr səngimir. Nəhayətində bu prosesə son qoymaq üçün 1500-cü ildə sülh imzalanır. Əbhər sazişi. Sülh deməyək də saziş deyək. Sülh yəni müharibə olmalı ki, sülh olsun. Əbhərdə bir saziş imzalanır 1500-cü ildə Əbhər sazişi. Bu sazişə əsasən Ağqoyunlu dövləti iki hissəyə bölünür. Ağqoyunlu'nun birinci qolu Əlvənd Mirzə, Ağqoyunlu'nun ikinci qolu isə Murad Mirzənin rəhbərliyində olur. Birinci qola 1501-ci ildə Şərur döyüşü ilə Səfəvilər son qoyacaqlar. İkinci qola da 1503-cü ildə Almabulağı döyüşü ilə Səfəvi dövləti son qoymuş olacaq. Bununla da Ağqoyunlu dövləti süqut edəcək və bütün əraziləri keçəcək Səfəvlərin tərkibinə. Birinci qol 1501-də hələ onda Səfəvilər dövlət deyildilər. İkinci qolu isə 1503-cü ildə Almabulağı döyüşü ilə Səfəvi dövlətinin qüvvələri tərəfindən məğlub ediləcəklər. Bu da oldu bizim Ağqoyunlu dövlətimiz. Bir də danışacağıq 15-ci əsr Azərbaycanda sosial-iqtisadi və mədəni həyatdan. Bununla da dərsimiz yekunlaşacaq. Deməli, lövhədə gördükləriniz 15-ci əsrdə Azərbaycanda idarə etmə, torpaq, vergi və digər vəzifələrdir. Onlardan danışacağıq. İdarə etmədən danışsaq, dövlətin başında padşah titulu daşıyan hökmdarlar dururlar. Amma bəzi dövlətlərdə Qaraqoyunda və Ağqoyunda müəyyən bir şəxslərin biz sultan titulu qəbul etdiyində görmüşük. Məsələn, Qaraqoyunda Pirbudaq, Ağqoyunda Yaqub, bunlar sultan titulu daşımışlar və təbii olaraq ki, padşah qeyri-məhdud hakimiyyətə malikdir. Padşahın yanında, yəni hökmdarın yanında ali divan və kənqaş fəaliyyət göstərir. Hər ikisi məsləhət orqanıdır. Məsləhət, hər ikisi məsləhətdir. Amma ali divan əsasən əmirlərdən təşkil edilir. Kənqaş isə qapalıdır. Qapalı. Yəni sülalə üzvlərindən, hökmdarın ailə üzvlərindən. Bax, kənqaş, qapalı məşvərət orqanıdır. Məsləhət verici orqan bildiyimiz kimi ali divandır. Amma qapalı məşvərət orqanı isə kənqaşdır. Hökmdardan sonra ikinci yerdə Əmir-əl-Üməra. Əmir-əl-Üməra, Üməra qoşun deməkdir. Ordu komandanıdır. Bununla yadımızda saxlayırıq. Bundan sonra tez-tez görəcəyik Əmir-əl-Üməra adını. Əmir-əl-Üməra ordu komandanıdır. Hökmdardan sonra ikinci yerdədir və onun əsasən türk əmirlərindən təyin edirlər. Dediyi hər bir şey qoşun üçün sorğusuz sualsız yerinə yetirilməlidir. Üçüncü yerdə sədr əzəm görürük. Bax, sədr, dini rəhbərdir. Dini rəhbər. Vəqfdən gələn gəlirə rəhbərliyi edir. Dini rəhbərdir və vəqfdən gələn gəlirə rəhbərliyi edir. Vəqfdə nə idi? Dini torpaqlar idi. Sədr əzəm kimdir? Dini rəhbərdir. Bir də var baş vəzir. Baş vəzir daxili işlərdir, xarici işlərdir,
Avropa dövlətləri ilə, digər dövlətlərlə diplomatik əlaqələrdir, dövlətin maliyyə sistemidir. Hamısı baş vəzirin əlindədir. Baş vəzir ali divana rəhbərlik edir, divanın rəhbəridir. Yəni bir növ şeyə nəzərdə saxlayın ki, ali divan Nazirlər Kabinetidir. Nazirlər Kabinetinin də rəhbəri kimdir? Baş nazir. Yəni Nazirlər Kabinetində burada kim rəhbərlik edir? Baş vəzir edir. Ali divanın rəhbəri olduğu üçün buna sahibi divan da deyirlər. Yəni divanın sahibi və baş vəzir hökmdarın möhrünü saxlayır. Möhür kimdə olur? Baş vəzirdə olur. Bu bizim idarə etmə sistemimizdir. Sonra gələk vergilərə. Vergilər burada köhnə vergilərdən də var, amma bir çoxu təzə vergilərdir. Məsələn, bizim artıq məhsul vergimiz dəyişib. 15-ci əsrdə məhsul vergimiz nədir? Mal cəhətdir. Mal cəhət. Əvvəlki dövrlərdə biz nə görmüşdük? Məsələn, Sasaniyənin dövründə xarab görmüşdük, Ərəblərin dövründə xərac görmüşdük, 9-11-ci əsrdə üşür görmüşdük. İndi amma məhsul vergimiz 15-ci əsrdə olur mal cəhət. O məhsulun məhsul verməsi üçün, bəhrə verməsi üçün ona nə etmək lazımdır? Su vermək lazımdır. Deməli, bəhrə nədir bizdə? Su vergisi. Cizyə nədir? Bildiyimiz can vergisi. Cizyə öz yerində qalır. Çoban bəyi, çoban kimdir? Mal heyvana baxan adam. Deməli, çoban bəyi maldarlardan alınır otlaqdan istifadə müqabilində. Otlaqdan istifadə. Çünki maldar aparır, yəni çoban aparır öz sürüsünü otlaqda, həmin otlaqdan istifadə edir və bunun qarşısında çoban bəyi vergisi ödəyir. Bir də var tamğa vergisi. Biz tamğa vergisini ta ki 13-cü əsrdə görmüşdük. Sənətkar və tacirlərdən alınırdı. Monqolların dövründə meydana gəlmişdi və 15-ci əsrdə hələ də vergi növü olaraq qalır. Torpaq mülkiyyət formaları əvvəl gördüklərimizdən eynidir. Bircə dənə soyurqal fərqlidir. Divan yenə dövlət torpaqlarıdır. Xas və yaxud xalisə hökmdar ailəsinə məxsus olan torpaqlardır. Mülk yenə irsi torpaqlardır. Cəmaət icma yenə ümumi istifadədə olan torpaqlardır. Vəqf torpaqlardır, dini torpaqlardır. Amma artıq soyurqal bu bizdə dəyişdi. Soyurqal nəyi əvəz edir? Bir növ iqdanı əvəz edir. Deməli, soyurqal xidmətə görə verilən torpaqlardır 15-ci əsrdə. Amma iqdadan fərqli olaraq soyurqal irsi keçir və sahibi dövlətə vergi vermir. Sahibi vergi toxunulmazlığı hüququna malikdir. Yəni soyurqalın biz adı ilə yadda saxlamaq lazımdır. Soyuruq, dövlətdən soyduq, qaldı bizdə. Yəni soyurqal xidmətə görə verilsə də irsi torpaqdır. Ona görə də irsidir deyə sahibi vergi vermir. Bu torpaq mənimdir. Niyə vergi verməliyəm ki, məntiqi ilə? Bu belə. Sonra burada bəzi vəzifələr var. Qazı, yəni əvvəldən də bildiyimiz kimi məhkəmələrə rəhbərlik edir. Eşik ağası vəzifəsidir, xəzinədardır, qapıçıdır. Bu üçü əsasən miqvə sertifikasiya üçün bəlkə istifadə edilə bilər. Ona görə qeyd eləmişəm. Sonra ordu, qoşun necə təşkil edilib? Qoşun əsasən təşkil edilir elatlardan. Elatlar da kimlərdir? Eli atanlar, yəni köçəri maldarlar. Qoşun əsasən onlardan təşkil edilir və qoşunda, Ağqoyunluda əsasən iki qoşun var. Bir var daimi qoşun. Yəni müharibə oldu olmadı bu qoşun mövcuddur. Bunu adlandırırlar xassiyə əsgərləri və bunlar dövlətdən illik maaş alırlar. Çünki sənin işin il boyu, bəlkə heç bir 5 il müharibə olmayacaq, oturub gözləyirsən dövlətdə ki, nə vaxt müharibə olacaq. Amma boş-boş gözləmə də sənə orada maaş verirlər ki, sənin işin budur. Bunlar adlanır xassiyə əsgərləri. Bir də var müharibə vaxtı yenə elatlardan toplanan qoşun. Bunlar yalnız müharibə zamanı maaş alırlar. Müharibə zamanı. Xassiyə əsgərləri bütün il boyu oradadılar deyə illik maaş alırlar daimi qoşunda, amma müharibə vaxtı əsasən elatlardan toplanan qoşun yalnız müharibə zamanı maaş alır. Qaravul var, qaravul kəşfiyyat işi aparır. Bir də var təvaçi, müharibə zamanı qoşun toplayır vilayətlərdən. Qaravul kəşfiyyat işi aparır, təvaçi də müharibə vaxtı qoşun toplayır vilayətlərdən. Məsələn, 2-3 dənə məsələ var, xırda bir-birindən əlaqəsiz, onlardan da danışaq, yekunlaşdıraq. Qanunnaməmiz var. Uzun Həsənin qanunnaməsi vergi sistemini nizamlamaq üçün bu qanunnaməyə görə mal cəhət məhsulun 5/1 qədər müəyyənləşdirilir. Sonra həm Uzun Həsən, həm də Qara Yusif Quranı türkçəyə tərcümə elətdirir. Sonra məncə iqtisadi məsələlər bunlar, başqa bir şey deməyək. Gələk mədəniyyətə. Mədəniyyətdən nə deyəcəyik? Mədəniyyətdən 15-ci əsr memarlıq. 1465 Təbrizdə Göy məscid. Cahanşahın əmri ilə. 1483 Təbrizdə Həşt Behişt. Cənnətin qapısı, cənnətin 8 qapısı. Həşt Behişt. 1483 Sultan Yaqub, Ağqoyunlu Sultan Yaqubun əmri ilə. Sonra Uzun Həsənin dövründə memarlıq abidələrimiz nədir? Həsən Padşah məscidi,
Niyə bu qədər tərəfimizdə? Padşah məscidi, bir də Təbrizdə Qeysəriyyə bazarı. Qeysəriyyə. Saray Xatun. Saray Xatun, onun da dövründə bəzi memarlıq abidələri inşa edilib Anadoluda. Adı yadımdan çıxdı. Nəysə. Yazıram bura Saray Xatun. Bu əsas lazımdır bizə, yaxud Saray Xatunda miq və sertifikasiya hazırlaşan şəxslərimiz üçün. Amma yerin adı yadımdan çıxdı. Bitlisdə, Harput, nəsə belə bir şey yadımdan çıxdı. Eybi yox. Yazaram şeydə, rəy hissəsində. Arada belə bilmirəm, yaddaşım gedir. Saray Xatun, bir də 15-ci əsrdə Şirvanşahlar saray kompleksi var. Saray kompleksi. Bunlar oldu bizim 15-ci əsr sosial-iqtisadi həyat, mədəniyyət, ümumiyyətlə sosial-iqtisadi həyatdan bir dənə sual düşür bizə. Ola bilər tək sual düşər, ola bilər hər hansısa bir sualın tərkib hissəsi düşər. Memarlıq, mədəniyyətdəki mütləq şəkildə bir dənə sualımızdır. Və hələ də burada fikirləşirəm ki, Saray Xatun nələr inşa etdirmişdi, yenə yadıma düşmür. Düşmədi. Nəysə. Sağ olun. Növbəti dərslərdə görüşənə qədər hələlik.